Hər kəsə salam olsun. Buradan ünvanlayıram bu park işlədən, bir çox park işlədən şəxslərə, insanlara. İstisnalar var içində, onlar çox azdır. Ümumi olaraq parklara, filklərə ünvanlayıram. Nəyin narazılığını edirsiniz? Nəyin etirazını edirsiniz? Vaxtı ikən sürücülər narazılıq, etiraz edəndə qiymətlərlə əlaqədar siz bonuslarla dalınca düşmüşdünüz. Qiymət nə olur olsun, yox, biz buradan bonuslarınızı götürürük. 80 qəpiyə, 1.60-a, 5 kilometr, 10 kilometr yol qət olunurdu. Onda etiraz edəmirdiniz, nə var, bonus gəlirdi. Sizin bugünkü qiymətlərlə əlaqədar etirazınız sizi əmin edirəm ki, sabah həmən o şirkətlər sizə bonuslarınız azalıb, ona görə qiymətlərə etiraz edirsiniz. Yəni bonus yoxdur, məcbur qiymətlər üzərindən etiraz edirsiniz. Sabah o bonusları təmin eləsinlər. Bonusları müəyyən miqdarda geri qaytarsınlar. Yəni ki, filan gedişə filan qədər bonus veriləcək filan. İnanıram sizin qiymətlər yadınızdan çıxacaq. Vəssalam, bizim bonuslarımızı təmin edildilər. Artıq bonuslarla öz işimizi davamlı sürətlə davam etdirə bilərik. Sizin bonusunuzu təmin edəndən sonra sizin zaten qiymətlərin belə deyək də yadınızdan çıxacaq. Ay 10 kilometrə 2 manat 50 qəpik yazır filan. Vaxt vardı 1.60 yazırdı. Nə bilim 2 manat yazırdı. Onda sürücülər narazılıq edəndə siz rahatca məcbur olan insanlar var idi ki, otururdu sükan arxasında işləyirdi gün 15 manat, 20 manat falan, 25 manat pul qazanmaq üçün 12 saat, 18 saat işləyirlər. Siz bonusların hesabına işləyirsiniz. Və indi də siz qiymətlərə yox, bonuslara etiraz edirsiniz. Sadəcə qiymət üzərindən manevr edirsiniz. Nəyin etirazını edirsiniz?